Bismillahi, elhamdülillahi ve salatu ve selamu aleyhi Resulillah. Kardeş, riya hakkında soruşur. Riya ümumiyyətlə qorxulu və təhlükəli məsələlərdən Allah korusun sahibi üçün və həmçinin əməllərin batil olma səbəblərdən biridir. Bilirsiniz, əməllərin qəbul olması üçün şərtlər var. Neçə şərt var? 2 yoxsa 3? Burada təfsilat var. Təfsilat. Allah sizdən razı olsun. Biz həmişə 2 eşidirik. Buranı yaxşı öyrənmək lazım bu məsələni. 3 şərt imiş. 3 şərtdir. Niyə görə 3 şərtdir? 2 şərtdir. Niyə görə 2 şərtdir? Burada təfsilat ediblər. 3 şərt qeyri-müsəlmanlar da bura daxildir. Ən birincisi iman etmək. Qeyri-müsəlman üçün ixlas olsa, tabeçilik olsa nə faydası olsa heç nə. Deməli, nə lazım imiş? İman etmək. Birinci iman etmək. Misal üçün deyək ki, Nasrani, Yahudidir, qeyri dinin mənsubudur. Həmin o insan nə etməlidir? İman etməlidir. 1. İkincisi, ixlas. Üçüncüsü nədir? Mutabiə. Tabeçilik, Peyğəmbərə sallallahu aleyhi ve sellem. Bu məsələni gündəmə gətirmək lazımdır. Hər bir müsəlman gərək bunun üzərində çalışsın, öz nəfsi ilə nədir? Mücahidə etsin ki, hətta bu məsələ təhqiq etsin deyə. Deməli, əməllərin qəbul olması üçün nə idi? İman. Dedik ki, burada təfsilat var. Təfsilat qeyri-müsəlmanlar üçün. Müsəlmanların içərisində bizim üçün nə lazımdır? 2 şərt lazımdır. Onlardan birincisi ixlasdır. İkincisi nədir? Tabeçilik. Əməllər ixlasla olmalıdır. İstənilən əməl. İkincisi də Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabeçilik. Bir danışaq. İxlas. İxlas, yəni elm əhli, elm tələbəsinə lazım olan bəzi məsələlər var. Özüm birinci elm tələbəsi deyirəm, sonra danışacağım inşallah bütün müsəlmanlara aid olan məsələlər inşallah. Yəni elm tələbəsi gərək bu şeyləri bilsin ki, nədir? Hətta müvəffəq olsun Allahın izi ilə. Bəzi alimlərdən elm tələbəsi üçün lazım olan səbəblər. O səbəblərdən misal üçün təqvadır, ikincisi ixlasdır, üçüncü duadır. Bir neçə səbəblər yazıblar. Allah nəsib etsin, inşallah bu vaxtda dərslər olacaq, inşallah. Allahın gücü qüvvəti ilə. Yəni, ardıcıl sizə bir dərslərimiz olacaq, inşallah. Elm tələbəsinə lazım olan, hansı ki, o qardaşlar elmlə məşğul olurlar, mütləq ki, gərək elm tələbəsi bunları bilsinlər. Həmçinin orada ədəb var. Elm tələbəsinin ədəbləri. Hətta bizim keçmiş tələflərimiz, rahiməhumullah, onlar elm öyrənməmişdən öncə ədəb öyrənirdilər. Yəni, elm tələbəsi üçün ədəb çox mühümdür. Olduqca mühümdür. Deməli, ixlas məsələsi. İnsan hər hansı bir əməli edirsə, orada mütləqdir ki, ixlaslı olsun. Sizcə bu ixlası tapmaq, toparlamaq, cəm etmək asandır, yox, çətindir? Olduqca çətin, subhanallah, olduqca. Keçmiş tabeinlərə baxanda, tabeinlər, sahabələri görən insanlar idi, radiyallahu anh, rahiməhumullah. Deyirlər ki, biz de 20 il nəfslərimizlə müzahidə etdik. 20 il az deyil, bizdə necə deyirlər, bir igidin ömrüdür. 20 il onlar çalışıblar ki, subhanallah, ixlas məsələlərini düzəlsinlər. Çünki şeytanın ən çox insana vəsvəsə etdiyi, xüsusən də elm öyrənən insanlara, elmlə məşğul olan insanlara şeytanın ən çox vəsvəsə etdiyi məsələlərdəndir. Ona görə İbn Qayyim rahimehullah deyir ki, şeytanın vəsvəsələrini suvar şükeyin, nə bilim, xarratın, bənnanın yanında deyir, az görərsin deyir. Onlara nə vəsvəsələsin? O səhər evindən çıxır, ruzu alınan, axşam evinə qayıdır. Elə deyilmi? İşi gücü hardadır? Elm öyrənən insanlarla. Nədir? Onun əməlinə, ixlasına nələrsə qatsın, hətta ondan o əməl uzaqlaşdırsın deyə. Riyanı gətirsin, Allah qorusun. Riya olduqca mühümdür, subhanallah. Olduqca mühüm məsələlərdən bunu öyrənmək lazım. Riya əməlləri puç edir, Allah qorusun. Əməlləri puç edir. Ona görə barakallahu fikum, riya məsələləri. Riya nə deməkdir? Kiçik şirk, barakallahu fikum. Və bir də özünü göstərmək, insanın özünü göstərmək. Özünü göstərmək və əməli izhar etməyə çalışmaq. Ən təhlükəli, bütün müsəlmanlarda var. Elə bir yer üzündə müsəlman yoxdur ki, onda bu olmasın. Sadəcə olaraq gizlədən xoş o insanların alır ki, bacarırlar onu gizləməyin. Artıq bunu başa düşüblər. Birisi nə misal verirlər, elm əhli? Riya ilə olunan əməllərə necə idayədə? Allah subhanahu teala buyurur ki, Ya eyyuhəllədinə əmənu, Lə tubutilu sadaqatikum bilmənni vəl-ədə. Ey iman gətirənlər, əziyyət verməklə, yəni minnət etməklə sədəqələrinizi nə eləməyin? Puç eləməyin.
Allah korusun. Bu əziyyət vermək və nədir? Minnət etməkdir. Və riya haqqında da neçə ayətlər var Quran-ı Kərimdə. Neçə ayətlər var ki, biz görürük. İnsan gəlib o məqama çatanda, bunları biləndən sonra ki, doğrudan da bu əməllərim Allah korusun, riyanın səbəbi ilə pus olacaq, artıq bilir. Elm əhli misallar veriblər. Deyiblər ki, misal üçün 10 manat verirsən, sədəqə. 10 manat verirsən, bunu amma verirsən insanlara özünü göstərmək üçün. Sırf burada Allah üçün deyil də. Deyir ki, elə bil ki, bu 10 manatı o adama vermirsən. Belə cırırsan, vərəqi. Dolursan yerədir. Eyni ilə belədir. Tam hamımızın başa düşməyimiz üçün bu misallar veriblər. Fikrimi çatıra bildim. Və 10 manatı o adama çatmır. Belə zahir olaraq verirsən ona, amma ki, batində nədir? O sanki 10 manatı ona çatmadı. Ona çatdı, sənə çatmadı. Qiyamət gün görürsən, heç nə yoxdur. Heç nə yazılmayıb. Axsan bu dünyada vermirsən 10 manatı. Doğrudan da vermirsən də. Ola bilsin ki, o adam faydalanıb. Ola bilsin ki, o adam faydalanıb. Amma sənin üçün nədir? Sənin üçün fayda yoxdur. Çünki nəyə görə? Allah üçün olmayıb. Allah üçün əməl etmək xoşbəxtçilikdir həqiqətən. Saadətdir, subhanallah. Allah üçün əməl etmək və bu əməli gizlətmək. Bunu xüsusi bir, necə ki, təcrübə ilə görürük biz bunu. Eşidirik, kitablarından oxuyuruq. Xüsusi bir ləzzəti olur. Həqiqətən. Allah üçün olunan əməllər. Bir də var nədir? İnsanlar üçün. Allah korusun, bu riyanın aqibəti insanı belə deyək də aparır hara? Sıdığın olmamağına. Sadiqlik olmamaq. İnsan riya ilə əməllər edir. Orada artıq sadiqlik olmur. İnsan öz-özünü belə deyək də Allah korusun məhv edir. Bəlkə də əvvəllər yaxşı idi onun halı. Sonradan sıdıq da var idi. Bu riya üçün qapını açdı özü üçün. Artıq sıdıq da getdi. Bəzən olur ki, insan o qədər riya ilə əməllər edir ki, Allah korusun. Artıq onun sıdığı da qalmır, sadiqliyi də qalmır. Misal üçün, şeyxlərə məktub yazır, müəllimlərə, özü üçün bəhanə gətirmək üçün. Hansısa bir dərsdən üzr istəyir, misal üçün, deyir ki, bu günlər bu dərsi gələ bilməyəcəm. Onu riya o vəziyyətə qoyub, Allah korusun. Əvvələ belə deyildi. O qədər başladı ki, riya etməyə, əməlləri göstərmək insanlara, artıq ondan sıdıq da gedir. O yazanda, qələmi götürüb yazanda və yaxud telefonu yazın. O bilir ki, öz-özünə nədir? O müəllimi aldatmaq istəyir. O bilir ki, sadiq deyil Allahla. Yazan adam özü bilir onu aslında. Fikrimi çatıra bilirəm. Həqiqətən riya olduqca təhlükədir, Allah korusun. Riya məsələlərini çox qorxmalıdır, subhanallah. Riya kiçik şirkdir, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, kiçik şirkdir, Allah korusun. Bu ixlas idi. İkinci nə idi? Mutabəədə, tabiçilik, Peyğəmbərə sallallahu əleyhi və səlləm tabiçilik. Yəni əməllərin qəbul olunmaması deyildikdə əslində gəlir burada insan qorxsun. İnsan ömrü boyu əməl işləyir. 40 il, 60 il, 50 il. Biri görsən qiyamət günü heç biri yoxdur. Allah qorusun. Təhlükəli haldır, elə deyilmi? Biz bunu biləndən sonra, eşidəndən sonra. Xoş o insanların halına ki, eşidəndən sonra nədir? Tövbə edir. Əməl, əgər bu cür şeylər varsa, Allaha dönür, Allaha qadir ki, qiyamət günü dəftərimizdə görək də. Amma Allah qorusun insanları göstərə Peyğəmbərə sallallahu əleyhi və səlləmə tabiçilik olmayanda əməllər qəbul olunmur. Misallardan, riya üçün misallardan yenə qaydım var, inşallah qaydacam tabiçilik məsələsinə inşallah. İbn-i Qayyim rahiməhullahın ən çox bu məsələdə danışan alimlərdən İbn-i Qayyim rahiməhullah. Şeyxülislam İbn-i Qayyim rahmetullahi aleyh. Həqiqətən elə məsələlərdən danışıb ki, subhanallah, ona tabibul qulub deyirlər, elə deyil mi? Qəlblərin tabibi, həkimi. Düz bu məsələni, yəni bəyənməyən alimlər var bu sözü. Deyiblər ki, tabibul qulub Muhammed idi sallallahu aleyhi ve sellem. İbn-i Qayyim yox, Muhammed sallallahu aleyhi ve sellem idi. Amma hər bir halda nədir? O insan, belə deyək də, qəlbi məsələlərdən xəbər verdiyi üçün, rahmetullahi aleyh. Sanki kim onun kitabını oxuyur, elə bir özü üçün yazıb. Yəni mən oxuyanda biləm ki, mənim üçün yazıb. Əhməd oxuyur, Əhməd deyir ki, bu kitab mənim üçündür ki. Sanki elə bir yaşayıb da o məsələlərin hamısını. İbn-i Qayyim deyir ki, məsəl üçün riyanın növlərindən insanın bilərəkdən yamaqlı şalvar giyməsi. Misal üçün, şalvarı var, pul da var, ala bilər əslində. Özü bilərəkdən yamaqlı giyinir. Sizdə niyə görə? Misal üçün, gəlib kimsə qardaş soruşan, niyə görə bəs? Şalvarı niyə belə? Pulun yoxdur almağa, misal üçün. O deyir ki, bəs ümməti fikirləşirəm, cəmaatı fikirləşirəm. İşin olmaz qoy belə gəzin. Və yaxud desinlər ki, fikir ver, yamaqla gəzir, zahidlikdir və s. Bu təhlükədir, Allah qorusun. İnsan öz-özünü bilir də.
Fikir verirsiniz, riya hara aparır? Bəq nə dedik? Riya sıdığın əksidir. Sanki sıdığı da ondan aparır, uzaqlaşdır. Və yaxud kimsə bilərəkdən, necə ki, şeyx buyurur, rahiməhullah, bilərəkdən hüzün dayanır. Necə deyirlər, hüzün, yəni kədərli, qəmgin dayanır. Soruşanda ki, nəyə görə nə olub? Deyir, fikir vermirsən, deyir, dünyanın hər yerində müsəlmanlar nə vəziyyətdədir. Bilərəkdən nə? Cəmaət etsin ki, bunun özü fikirləşir də. Allah qorusun. Bu şeylər təhlükəli şeylər. Hətta bəzən olur, insan bu cür nə olur. Bu da başqa bir qapı açır insan üçün. Bu da ucub qapısı. Acəbə sözündən də insanın özünü sevməsi. Təəccüb, yəni nəfsindən şey eləyir, belə deyək də, xoşu gəlir. Nəfsindən xoşu gəlir, əməllərindən xoşu gəlir, Allah qorusun. Bu da təhlükəlidir. Bu da elə riya kimi bir şeydir. Yəni insanın öz-özündən xoşu gəlməsi. Bu şeylərə ciddi şəkildə fikir vermək lazımdır. Bəzən olur ki, misal üçün, bir qardaşla harasa bir yerə getməliyik. O qardaş mənə zəng edir ki, mən aşağıda gözləyirəm səni, bina evidirsə, misal üçün. Düş gedək də, gəlirsən, sözləşmişdik, gedəcək zöhr namazından sonra. Mən də deyirəm ki, gözlə qardaş, 3 dəqiqə gözlə, zöhrün sünnətini qılıb düşürəm. O niyə gördürsən? Deyək ki, gözləmək məşğul olam, deyələcən də, işim var. Onu deyəndə Allah qorusun, biz insanıq, biz bəşərik, nəfs daşıyırıq. Bir dəfə, 2 dəfə, 3 dəfə artıq nə deyil? Allah qorusun, burada ucub gələcək insana. Özümün əməllərini bəyənmək. Xüsusən də o qarşı tərəfdəki ki, Allah qorusun, yəni o gündən ki, Allah qorusun, o əməlləri etməyəndəndir. Fikrimi çatdıra bilirəm. Məsələn, mən eləyirəm həmişə, o adam eləmir də. O istər-istəməz Allah qorusun, yaxşı hallar olmayacaq sonra. 3-4 dəfədən sonra insan özünü bəyənəcək. Bu da nədir? Bu da təhlükədir. İnsanın özünü bəyənməsi. Yaxşı, bunun ilacı var sizcə? İnsanın özünün bəyənməsinin aradan getməsi. Var. Nədir onun ilacı? Yox. Yəni, misal üçün, mən elm tələbəsiyəm, misal üçün. Və yaxud hansı bir qardaş elm tələbəsi, elm öyrənir, və yaxud hansı bir yaxşı işlər görür, salih əməllər var. Buna ucub gəlib. Deyiblər ki, elm əhli alimlər özündən yüksək olanlara bax. Misal üçün, elm əhlisənsə, elm tələbəsinsə, özündən alimlərə bax. Yaxşı xeyirxah əməl sahibsənsə, səndən də yüksək xeyir işlə görənlər var. Onlara bax, onların, belə deyək də, həyat gedişatına, təcrübəsinə. O insana kömək edir həqiqətən. Misal üçün, biz baxanda tabeinlərə, sahabələrə, alimlərə, biz kimi ki, subhanallah, biz neynəmişik ki? O kişilər ömürlərini Allah üçün qoyublar. Həyatlarını Allah üçün qoyublar. Allaha görə xərcləyiblər həyatlarını. Sən neynəmişsən, subhanallah, heç? Sən nəyə görə, hansı əməlinlə xoşun gəlir? Belə şeylər insan öz-özünü neynir? Örgədir də, tərbiyələndirir. Deməli, üzr istəyirəm. İmam Tabari rahiməhullah, İmam Tabari eşitmişsə, təfsir Tabari var. Onun həyatını yazan alimlər, onun tələbələri haqqında yazırlar ki, 14 yaşında evindən çıxıb elm öyrənmək üçün. Və getdiyi yerdə dünyasını dəyişib, rahiməhullah. 70 neçə yaşında dünyasını dəyişib. 75-76 yaşında, Allah alim. Siz təsəvvür edin, bu məsafəyə fikir verirsiniz bu yaş müddətinə. Neçə illə, 50 il. Geri dönməyib, subhanallah. Geri dönməyib. Yadıma bir şey düşdü, rahiməhullah. Bu nəyə görə gətirəm? İndi mən nə eləməliyəm? İmam Tabari kimi insanlara baxmalıyam. Ömrünü Allah üçün xərcləyib. Rahmetullah aleyh. Yəni, onun da əməllərinə bax, özünə də bax. Sən nə eləmişsən, onlar nə eləyiblər. Hətta bir fayda yadıma düşdü, İmam Tabari dedim. O həmişə belə atın uzun qulağın üstünə hoppanıb minirdi belə. Hoppanıb deyirlər də, rahat şəkildə. O yaşında, cavan oğlan kimi də. Elə 18-19 yaşında oğlandı. Rahat şəkildə ata minirdi, düşürdü. Tələbələr də deyir ki, şeyx, sən necə oldu belə gümrah qaldın da? Əslində sən yaşlı adamsan, sənə biraz bu əməllər zahir olaraq belə olmalı deyildi. Subhanallah, bir dənə söz deyir orada, rahiməhullah. Deyir ki, cavanlığımızda deyir, Allah'a qoruduq. Allah da deyir, biz yaşlılığımıza qorudu deyir, subhanallah. Fikir verirsiniz? Yəni, Allah'ın hüdudlarını qoruduq. Allah'a qoruduq deyəndə, Allah'ın hüdudlarını qorudu. Allah da bizi yaşlı olanda qorudu. Onun yaşlılığıyla nə deyir? Cavanlığı eyni idi. Bizim müəllimlərdən, Allah qorusun bütün şeyxləri, müəllimləri, yadıma gəlir bir nəfər şeyxlərdən. Deməli, şeyx
44-cü təvəllüd neçə eləyir? 44-cü təvəllüd. 81. 81 yaşı var maşallah. Mən danışıram sizə hardasa 3 il bundan qabaq, 3-4 il bundan qabaq hardasa 75, 76, 77 yaşları var idi da. O şeyxin Allah qorusun. O elə bilin ki hər gün bir cüz əzbərdən Quran təhvil verirdi. Başqa bir meçiddə şeyxlərdən birinə. 2 nəfər şeyx bir-birinə verirdilər təhvil. Elə oldu ki, bu səfər eləmişdi. Onunla Quran təhvil verdiyi yoldaşı. O şeyx də Allah razı olsun belə dərs keçirdi tələbələrə. Bir gün elə oldu ki, mənə dedi ki, bəs sənin vaxtın ola, mən sənə gündəlik bir cüz Quran təhvil verim. Sən ancaq izlədə belə mənim üçün. Dedim, əlbəttə şeyx başlaydı. Şeyx Qurana başlayırdı, telefonla. O uzaq idi məsafəmiz, telefonla da. Mən izləyirdim, oxuyurdum. Subhanallah. O bir cüzü Fatihə surəsi kimi oxuyurdu. Hər gün. Bir cüz zarafat eldə. 10 vərəq deyil mi? 10 vərəq. 20 səhv. Fatihə surəsi. Bir gün diqqətimi çox cəlb elədi bu şeyxin buzuna olması. Saçırdı bəzi yerlərdə, yaşlıdır da. Həm də insandır da, Qurandır. Bəzi yerlərdə saçır. O deyir ki, mən düzəltmək istəyən deyir ki, ısbır deyir, səbir demədi. Gözümə özüm tapadam deyir. Özü de oradan tapırdı, bir aya geri dönürdü. O təzdən oxuyurdu. Həqiqətini tapırdı. Allah qorusun şeyxi. Dedim ki, bəs şeyx, nə cür müraciə edirsən, necə təkrar edirsən bu Quranlara? Dedi ki, sənə danışdığım bu cüzü, gecə də qalxıb gecə namazında oxuyuram. Görürsünüz, subhanallah. 76-77 yaşında kişi. Subhanallah, haçan mən onu görürdüm meçiddə birinci səhvdə idi. Birinci, dördüncü gündə orucda heç vaxt tərk eləmir. Hər gün də əcnəbi tələbələrə, Allah ona razı olsun, dərs keçir. Hər gün. Yəni, sahəsi, yəni, ərəb dil sahəsidir. Ərəb dil qrammatika elmləri keçir. Yəni, yüzlərlə əcnəbi tələbələrin müəllimi olur. Yüzlərlə. Siz düşünün ki, onun dərs proqramına baxanda səhər 10-dan başlayır, 10-dan 11 yarısına, zöhrə kimi. Bir qrup tələbələr gəlir. Zöhrdən əsrə kimi. Əsrdən məğribə kimi. Hətta elə olur ki, arada oruç tutmayan günü məğrib arasında. Yevmiyyən, hər gün. İnsan yorulmur da, subhanallah. Allah mübərək, Allah bərəkət eləsin. Həmişə birinci səhvdə, ibadətlər. Sizcə onu gümrah saxlayan nədir? Quran. Allahın kitabı, subhanallah. Quran-ı Kərim insanları gümrahlaşdırır. O, gəncliyində də Allahın hüdudlarını qoruyub. Hətta yadıma gəlirdir, 60-cı illər idi, Məkkədə satihdə oturmuşdu. Məkkədə müəllim olub, müəllim işləyib, dünyavi müəllimlərdən, fənlərdən dərs keçmişdi. Hətta İbn Hüseymin Rahiməllahı görmüşdü, İbn Hüseyminlə bir yerdə, bir məktəbdə dərs keçirmişlər. İbn Hüseymin əvvəllər müəllim idi məktəbdə, sonradan Rahiməllah şəriət elmlərinə başladı. Dünyavi müəllim idi əslində, rəhmətullahi aleyh. Sonra Allah Subhanahu taala onu uzatdı, elhamdülillah, rəhmətullahi aleyh. Elə şeylər danışır ki, çox qədimdən danışır da. O vaxtlarından siz deməyin bu nədir? Allah'a qoruya, Allah'ın hüdudlarını qoruya, Allah da onun yaşlığında qoruyur. Bunlar nəyə görə danışdı? Barakallahu fikum. Biz indi elə insanlara baxanda, həqiqətən özümüzün əməllərimiz nədir? Kisilir də. Özümüz həddimizi bilirik. İmam Şafi rahimehullah deyir ki, Allah o qula rəhmət etsin ki, öz yerini bilirdi. Öz yerini bilən qula Allah rəhmət etsin. Sonra barakallahu fikum nə idi? Mutabə. Peyğəmbərə sallallahu aleyhi ve sellem tabiçilik. Bu da olduqca mühüm məsələlərdən. Sallallahu aleyhi ve sellem. Sallallahu aleyhi ve sellem. Nəbadə. Peyğəmbərdən belə deyək də, önə kimisə çəkmək. Sallallahu aleyhi ve sellem. Yəni, əs'adun nəs. Dünyada insanların ən xoşbəxtidir. Ən xoşbəxtidir Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olmaq. Sallallahu aleyhi ve sellem. Amma doğrusu tabiçilik. Bəq dedik ki, var təqva. Şeytanın da dediyi təqva vardır. Bir də ki, Allahın dediyi təqva. Doğrusu tabiçilik. Doğrusu tabiçilik nə deməkdir? Yəni, sırf Muhammedə sallallahu aleyhi ve sellemə. Peyğəmbər sallallahu aleyhi ve sellemlə arada heç kimi salmamaq. Sırf ona tabi olmaq. Sallallahu aleyhi ve sellem. Bütün məsələlərdə nədir? Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaq. Bəzən olur insanlar bizi belə deyək də, belə danışanda düzgün başa düşmürlər. Bəzi məzhəbçilər təbiri doğrudursa, məzhəblə gedənlər. Yəni, Allah da şahid ki, bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Biz heç bir məzhəbin imamı ilə düşmənçimiz yoxdur. Allah qorusun. Heç bizə yaraşarmı ki, əhl-i sünnə olaraq
İmam Əhmədlə, İmam Şafi ilə, İmam Əbu Hanifə ilə, İmam Məliklə düşmənçilik edək. Bu bizə yaraşmaz, düzdür. Yəni onlar da rahiməhumullah, onlar da əmr ediblər ki, onlar da belə tövsiyə ediblər ki, siz Peyğəmbərə tabi olun sallallahu aleyhi ve sellem. Onlar özləri deyiblər. Hətta subhanallah, İmam Albani rahiməhullahın bir sözü var. Buyurur ki, lə təkunu əlbəniyin, kunu rabbaniyin. Deyir ki, albanicilər olmayın deyir. Fikir verirsə, Rabbani olun deyir. Yəni, Rabbani insanlar olur. Rabbani yəni Allah deyən və Rasul deyən sallallahu aleyhi ve sellem. İndi bu əsrdə belə bir alim varsa, siz düşünün ki, 10 əsr bundan qabaq, 12 əsr bundan qabaq alimlər necə olurlar? Sonra başqa bir şübhə var. Deyirlər ki, onlar elm əhli üçün deyiblər ki, siz nədir? Bizim dediklərimizi götürməyin, Peyğəmbərin dediyini götürün. Bu əslində şübhədir öz-özlüyündə. Bu da təzə çıxıb, belə deyək. 21-ci əsrin şübhəsidir. Elə şey yoxdur. Onlar hamı üçün deyiblər. Onlar hamı üçün deyiblər ki, nədir? Bizə tabi olmayın. Tabi olmayın deyəndə nə nəzərdə tuturuq? Təqlid eləməyin, kör-körana. Var tabiçilik. Tabiçilik mütləq olaraq, mütləq tabiçilik kimə aiddir? Muhammedə sallallahu aleyhi ve sellem. Amma məzhəblə getmək hər bir elm tələbəsi, yəni mən sıravi qardaşlardan danışmıram. Elm tələb edən birisi mütləqdir ki, o hansısa bir məzhəbə nədir? Tabi olur onsuz da. Nə barədə? Onun fıqhından istifadə edir. İstəsə Həmbəli olsun, istəsə Məliki olsun, istəsə Şafi olsun, istəsə Hənəfi olsun. Bizim mövzumuz yenə də bu deyil. Belə danışanda düzgün başa düşmürlər. Sanki deyirlər ki, güya ki biz Əhlüsünnə vəl Cəmaə məzhəblərlə, məzhəbçilərə, yəni belə deyək də, məzhəblə gedənlərlə düşmənçilik edirik. Məzhəb imamlarınla, daha doğrusu. Vallahi ki, bu bizə yaraşmaz. Sadəcə olaraq məzhəb adından başqa məsələləri çalışma ki, dindən hesab eləməyə. Fikrimi çatdıra bilirəm. Sən məzhəbsizsənsə, məzhəblə gedirsənsə, nə yaxşı, elhamdülillah. Əgər doğrudan da sadiqsənsə məzhəbində, o zaman nədir? Sənə hədis gələndə qəbul elə də, qardaş. İndi sual eləyirsən, yoxsa eləmirsən? Eləyirsənsə, elhamdülillah, başımın üstə, gözlərim üstə. Amma əksəriyyəti eləyirmi, yoxsa eləmirmi? Eləmir. Yəni, nə cür oldu? Bəs sən dedik, mən məzhəbciyəm. Misal üçün, mən Həmbəli məzhəbindən, vallahi deyirəm, vallahi, bizim müəllimlərimiz həmişə bizə nəyə öyrədiblər? Nəbadə təqlid edəsən. Nəbadə təqlid edəsən. Hətta subhanallah, bu bayaq danışdığım o şeyxin dərsində bir dəfə təfsir dərsi idi. O yaşlı şeyxin dərsində. Tələbələrdən biri dedi ki, bəs nəsə oldu orada? İbn Kəsirin təfsiri idi, rahiməhullahın. Tələbələrdən biri dedi ki, bəs Şeyx Albani belə demir axı. Elə qızardı ki, rəngi qızardı, gözləri belə şey oldu. Belə, nətər deyim, əsəbindən, qəzəbindən üzünə vurdu, bir uza verdi ki, izhar oldu mu qəzəbi. Dedi, qarşı sən nə darsan, deyir. Mən dedi, burada İbn Kəsirin kitabını oxuyuram, deyir. Nə İmam Albani, rahiməhullah. O deməkdir ki, İmam Albani şəhərindən aşağı eləyir. Başa salmaq istəyir ki, qardaş, sən nə qoyub, nə axtarırsın? İmam Albani nə? İlahlaşdırma. Rahiməhullah, başımız üstə, gözlərimiz üstə. Amma Albani'dən qabaq alimlər olmayıb mı? Yüzlərlə, minlərlə, düzdür. İndi biz də necə ki İmam Albanini və yaxud İbn Hüseymini və yaxud İbn Bazı, Allah hamısına rəhmət eləsin, ilahlaşdırmadığımız kimi, sən də qardaş o Əbu Hanifəni, İmam Məlik, İmam Əhmədi ilahlaşdırma. Səndə doğrudan da bu zahir olunur. Səndə zahir olunur da, düzdür. Səndə zahir olunur ona görə ki, sən qəbul etmirsən. Sən onda zahir etməzdin ki, misal üçün, mən Həmbəli məzhəbinin hansısa bir məsələni götürmüşüm. İstərsə qusul məsələsində, istərsə dəstəmaz məsələsində, istərsə zəkat məsələsində, istərsə həc məsələsində, furu' məsələlərində, fıqh məsələlərində. Mənə başqa bir məzhəbdən gələndə rahat şəkildə qəbul edirəm. Zəkat məsələsində, yadıma gəlir bizdə universitetdə zəkatın bölgüsündə ən asan olan Şeyxülislam İbn Teymiyyə ilə Əbu Hanifənin görüşü idi. Vallahi rahatlıq baxımından ən asan olaydı. İndi qardaşlar da bilirlər. Yəni məzhəblər arasında bölgüdə ən asan bölgü bölən İmam Əbu Hanifə idi, rahiməhullah. Rahat şəkildə, elhamdülillah, mən onu oxumuşam da, imtahan da vermişəm, elhamdülillah, düzdür. Burada belə deyək də, fikirləşmirdim ki, mən Əbu Hanifəni yox, İmam Əhmədin məzhəbindən axtarım. Yəni burada insaf lazımdır, düzdür. Sən də belə edirsən, elhamdülillah, xoş sənin halın. Amma sən mücərrad olaraq Əbu Hanifə deyirsən və oradan çıxmırsan, qardaş. Həqiqətən çıxmırsan, vallahi ki. Məlikiyəm deyirsən, məliklikdən çıxmırsan. Şafiyəm deyirsən, şafilikdən çıxmırsan. Ona görə sən Peyğəmbəri sallallahu aleyhi ve selləmi həmişə öndə saxla. Sallallahu aleyhi ve sellem. Sənə mücərrad olaraq Peyğəmbərdən sallallahu aleyhi ve selləmlə dəlil gələn kimi başım üstə, gözüm üstə denə. Sən doğrudan da məzhəbinə onda sadiq olacaqsın. Sonra başqa bir məsələ. O imamlar, onlar elm əhli olublar.
Onlar dağlar oldular, rahiməhumullah. Siz düşünün ki, bizdəki olan, belə deyək də, burada olan qardaşlar və bütün müsəlmanlar, onların məclislərində olsaydıq, onlar hansı ki, bəhslər edirlər öz aralarında. Vallahi, nəinki fikir bildirmək, nəfəs almağa belə ehtiyat edərdik. Belə, nəfəs almağa belə cürət eləməzdik ki, subhanallah, uləmələr, onlar dağlar oldular. Allah hamısına rəhmət eləsin. İndi sən, onlar kimisən, yoxsa yox. İmam Ebu Hanifənin elə fətvaları var ki, ən şiddətli fətvalardır. İstərsə musiqi baxımından, istərsə saqqal baxımından, ən şiddətli fətvalar nədir? İmam Ebu Hanifə verir. Sən heç qardaş zahirindən də oxşamırsın. Sənin dediklərindən, etdiklərinin üstə düşmür da, elə deyilmi? İmam Ebu Hanifənin elə fətvaları var ki, düz başqa alimlər hətta ona xilaf olublar. Deyiblər ki, şeyx burada daha da, belə deyək də, qulub eləyib. Şiddətə, çox şiddətli olub bu məsələlərdə. Məsəl üçün, yumurtanın boyanması məsələsi yoxdur. Bayramlarda eləmirlərmi? Deyək, kim yumurtanın boyanırsa küfr eləyərdi. Fikir verirsiniz? Ebu Hanifə rəyd, rahiməhullah, saqqal haqqında, bu tarın, sazın, alətlərin satılması haqqında sual verirlər ona. Deyirlər ki, bəs, olar mı deyir bazarlarda satmaqda? Odun kimi, odun kimi. Heç ona da razı olmur. Deyir, aparıb deyir, yemək pişirəcəklər deyir. Onun üstündə xörək pişirib yiyəcəklər. Elə diləməyin deyir. Fikirsin, nə cür alimlər olub, rahiməhullah. Sən elə deyirsən, qardaş. Sən belə mi tabi olursan İmam Hanifəyə? Yəni, Allah da bilir səni, Allah sənə daha yaxşı tanıyır. Ona görə insan gəlir nədir? Bu məsələdə çox diqqətli olsun. Peyğəmbər sallallahu əleyhi və səlləmə tabiçilik deyəndə, yəni bir mənada biz nəinki saydığım bu imamlar, hətta Əbu Bakır radiyallahu anh, hətta Ömər radiyallahu anh, Allah onlardan razı olsun. Bunlar hamısı yəni vasilələrdir. Vasilələrdir bizi Muhammedə çatdırmaq üçün. Sahabələr, ondan sonra gələn tabinlər, ondan sonra gələn alimlər bizi onlar hamısı hara aparır? Muhammedə çatdırmaq üçün sallallahu əleyhi və səlləm. Əgər görsək ki, bizi Muhammeddən uzaqlaşdırırsa sallallahu əleyhi və səlləm, biz onları götürməyəcək. Kim olursa olsun. Biz onları götürməyəcək, kim olursa olsun. Hətta sahabələr olsa belə. Burada onların şəhəni aşağı etmək söhbət deyil. Kimsə elə başa düşməsin, deməsin ki, sahabələr haqqında necə danışır. Xeyr. Mənim məqsədim odur ki, bizim Peyğəmbərimizə sallallahu əleyhi və səlləmə tabiçilikdən danışırıq. Biz bütün məsələlərdə nədir? Peyğəmbərə tabi olmaq, sallallahu aleyhi ve sellem. Bizə Allah əmr edib, subhanahu teala. Yəni, bu özümüzün, babalarımızın, ulu babalarımızın kitabında yazılmıyor ki, bu cür eləyin. Bu Allahın kitabındadır. Qul in kuntum tuhibbunəllahə fəttəbi'uni. Yuhibbukumullahu və yəğfir ləkum zunubəkum vallahu ğafur rahim. Sarih ayət var. Əl-İmran surəsi 31-ci ayət. Bu ayət imtihan ayətidir. Allah subhanahu teala buyurur ki, de ki, əgər Allahı sevirsinizsə, Peyğəmbərə tabi olun, sallallahu aleyhi ve sellem. Fikir verirsiniz. Qul in kuntum tuhibbunallah. Subhanallah, burada ərəb dili bəlağatı ilə və yaxud ərəb dili qrammatikası ilə bu ayətə yaxınlaşanda insan dəhşətə gəlir. Qaçınılacaq yer yoxdur. Qul in kuntum tuhibbunallah. Allah buyurur ki, subhanahu teala, de ki, ey Muhammed, sallallahu aleyhi ve sellem, sən de insanlara. Yəni, sən insanlara de, ey Muhammed. Əgər Allahı sevirsinizsə, qul in kuntum tuhibbunallah, Allahı sevirsə nədir? Fəttəbi'uni. Burada nun, yə hərfi var. Nədir? Qayıdır kimə? Peyğəmbərə qayıdır sallallahu aleyhi ve sellem. Mənə tabi olun. Fəttəbi'uni nə deyil mi? Mənə tabi olun. Bundan sonra Allah da sizi sevsin. Siz deməyin, subhanallah, Allahın sevgisini qazanmaq üçün Peyğəmbərə tabi olmaq lazımdır sallallahu aleyhi ve sellem. Neçə ayətlər var Quran-ı Kərimdə? Heç var mı ki, elə bir ayət sahabənin hansısa birinə bu cür olsun? Xeyr. Sahabələr olmayanlar, alimlərə də, yəni də, alimlər də yoxdur. Ona görə bizim bu istəyimiz, sevgimiz Allahın əmridir. Bizim tabiçiliyimiz Allahın əmridir, subhanahu teala. Allah əmr edib ki, Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olun. Allah əmr edib ki, namaz qılın. Düzdür? Bizə bunu özümüzdən demirik ki. Bu da Allahın əmridir. Bu da Allah əmr edib ki, oruç tutun, zəkat verin. Hamısı Allahın əmridir də. Əfətu'minuna bi ba'dil kitabi və təkuruna bi ba'd. Allah korusun. Kitabın bir qisminə inanıb digər qismini inkar mı edirsin? Bu da Allahın əmridir, bu da Allahın əmridir. Yadıma başqa bir şey düşdü. Barakallahu fikum. Allah subhanahu teala elm əhli haqqında necə əmr edir? Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Bilmədiklərinizi bilənlərdən soruş. Alimlərdən soruş. Bu Allahın əmridir. Sarih ayət Quran-ı Kərimdə. Bilmədiklərinizi zikr əhlindən İbn Abbas radiyallahu anhu elm əhlindən, alimlərdən soruş. Yəni biz soruşmalıyıq elm əhlindən bilmədiklərimizi. Bu Allahın əmridir subhanahu teala. Bu da əmrdir. Başqa bir səndən bir əmr, bayaq saydığım namaz kimi, oruç kimi, zəkat kimi. Bu da əmrdir. Maraqlı insanlar özlərinə lazım olanda, Allah qorusun, daha doğrusu belə deyək də, havalarına uyğun gəlməyəndə, nəyə görə bu ayətlər inkar olunur, Allah qorusun. Lisanul hal, yəni
İnsanın halının dili bunu göstərir. Onlar özləri demək ki, biz inkar edirik. Sadəcə olaraq göstəriş bunu göstərir də qardaş. Əgər doğrudan da bu əmrləri yerinə yetirirsənsə, Ramazanda oruç tutursan, həc vaxtı imkanı varsa həcə gedirsən, zəkat verirsən, malın satırsa, yəni şərtlər yerinə yetiribsə. Onda bu zaman nədir? Peyğəmbərə tabi ol sallallahu əleyhi və səlləm. Peyğəmbərə mütləq olaraq təqlid eləmək olur. Mütləq olaraq nədir? Tabeçilik Peyğəmbərə aiddir sallallahu əleyhi və səlləm. Amma təfsilatlı olaraq tabeçilik nədir? Təqlid alimlərdən də olur əslində. Müəyyən bir məsələdə. Misal üçün, fıqhda belə bir şey var ki, bir ölkənin elm tələbəsi, elm əhli orası üçün nədir? O yerli cəmaat üçün təqlid olunması bir insandır. Belə deyək, sıravi müsəlmanlar o insana təqlid edir. Burada heç bir şey yoxdur. Amma bu təqlid kör-körənə olmasın da. Sabahlar sizə gəlib o adam desə ki, məsələlər bu cürə başqa cürdür. Allahın və Rasulun dediyinə müxalif olsa, biz onu eləməliyik mi? Xeyr. Biz mütləq tabeçilik kimə tabi olacaq? Muhammedə sallallahu aleyhi ve sellem. Son olaraq barakallahu fikum, burada heç kim yəni inciməsin, küsməsin ki, deməsin ki, biz filan məzhəbdəyik, bizə təhqirdir, Allah qorusun. Hər şey, bizə yaraşmaz kimsə təhqir etmək, xüsusən də şəxsləri təhqir etmək. Biz danışırıq o əməllərin özlərindən. Əməllərin özlərindən danışıb, bu cürdə əməllər yaxşı əməllər deyil. Yəni bizim heç kiminlə düşmənçiliyimiz yoxdur, Allah da şahid. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, niyə görə biz Peyğəmbərə tabi olmayaq sallallahu aleyhi ve sellem? İndi o adamlar dinləyən adamı deyəcəklər ki, bəs yaxşı, bizə tabi, o imamlar da tabi idi də. Qardaş, o imamlar da tabi idisə, o imamlar bizə öyrədib ki, sizə Peyğəmbərdən sallallahu aleyhi ve sellem nə gələrsə, vallahi hamı sözdə kitablarına keçib. Özləri də bilirlər onları, subhanallah. Şeytan zaddır qoymur ki, bunları nədir? Qəbul etmə. İmam Şafii, Abu Hanifə, İmam Əhməd, İmam Məlik, bütün alimlər bunun üzərində olur. Siz düşünün ki, o cürə dağ alim, burada taarrud var, subhanallah. Burada ziddiyyət var. Ziddiyyət biz arasıdır, sizə arasıdır. İmam Şafii kimi dağ alim, rahiməhullah. İmam Şafii ümmətin ən böyük alimlərdən idi. Siz düşünün ki, deyir ki, mənə tabi olun. Subhanallah. Bu gülməli deyil mi? Sizcə İmam Şafii deyər mi ki, mənə tabi olun? Özdə Muhammed sallallahu aleyhi ve sellem nə cürə tanıyırdı? Sallallahu aleyhi ve sellem. İmam Abu Hanifə yaraşar mı ki, o desin ki, o cürə böyük alim, desin ki, mənə tabi olun? Subhanallah. Burada taarrud var, vallahi ki. Onların heç bir söz deməyiblər. Bəq dediyim o şübhə 21-ci əsrin şübhəsi deyib ki, onlar elm əhli üçün, alimlər üçün deyib. O elə bir söhbət. O sonradan çıxan məsələ. Onlar kitablarında belə istisna, yəni istisnasız, qeydsiz deyiblər ki, kim bizim sözlərimiz Muhammedin sallallahu aleyhi ve sellem sözlərinə müxalif olarsa götürməyin. Sallallahu aleyhi ve sellem. Mənə sarih hədis gəlir, qardaş. Hədis gəlir ki, Rasul sallallahu aleyhi ve sellem istənilən bir hədis, məsəl üçün. Rasul sallallahu aleyhi ve sellem bu cürə eləyib. Sahabə də onun bu cürə görüb, bizə bu cürə çatdırıb. Mən niyə görə orada deyim ki, yox, bunu Abu Hanifə belə deməyib. Bu açıq aşkar hədisdir, qardaş. Şərhi də olunub, bu cürə çatdırılıb. Allah alim, ümid edirəm ki, fikrimi çatdıra bildim. Allah sizdən razı olsun. Barakallahu fikum, əhsənallahu ileykum. Cəzakumullah xeyran. Subhanakallahu və bihamdik. Əşhədu an la ilahe illə entə, əstəğfiruka və etûbü ileyk.